Qeyd etdiyim kimi bizim islahatların ilkin mərhələsində 50 təyinatının, yəni 50-yin müəyyən edilməsinin elektronlaşması bizim qarşımızda əsas vəzifə kimi müəyyən olunmuş dururdu. Bu istiqamətdə çox geniş tədbirlər biz həyata keçirdik. 56 sisteminin təkmilləşdirilməsini, aidiyyatı dövlət orqanlarının məlumat bazalarına inteqrasiyasını biz təmin etmişik və hazırda tam şəffaf şəkildə hər hansı bir sui-istifadə halları olmadan bu 50-nin qiymətləndirməsini həyata keçirə bilirik. İslahatlarımızın ikinci mərhələsi bu bizim əlillik meyarları ilə bağlı oldu. Hamınız bilirsiniz ki, əlillik təyin olunması üçün xüsusi meyarlar var. Biz bu meyarların tam şəkildə yenidən işlənməsini təmin edə bildik. Bu çərçivədə vətəndaşlar üçün bir sıra üstünlüklərlə yanaşı 50 təyinatına əsas yaradan xəstəliklərin sayını biz 5 dəfəyədək artırılmasına nail olduq. 128 köhnə meyardan biz yeni 617 meyara, yəni biz çatdıra bildik. Eyni zamanda müddətsiz əlilliyə əsas verən meyar sayını biz 51-dən 286-ya deməli qaldıra bildik. Bax, bu islahatlar çərçivəsində biz 50 sisteminin, 50 müəyyən olması sisteminin sabitləşməsinə və bu sistemdə sosial ədalətin təmin olunmasına nail ola bildik. O ki, qaldı imtina alınan şəxslərə, onların hər biri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri iş aparmağa hazırdır. Hər birinin müraciətini fərdi qaydada araşdırmağa və qiymətləndirməyə hazırdır. Biz bütün müraciətlərə açığıq və bundan sonra da bu sistemin tam belə sağlam, şəffaf fəaliyyətinin təmin olunması istiqamətində tədbirlərimizi davam etdirəcəyik.